çox vacib bir məsələdir. Xahiş edirəm videonu keçməyin. Son günlər sosial şəbəkələrdə insanlar paylaşım edirlər ki, işıq sayağacıma 30 manat vurdum, üzərində də 5 manat vardı. Daha sonra 24 manat qaldı. Aynı işığa yükləyəcəm manatı. Qabı da qoyacağım. 3 manat məndən oğurluyorsunuz. Niyə məndən 3 manat oğurluyorsunuz? Özünüzdə kəfən pulu yığırsınız. Bu Azərenerji Asıq Səhmlər Cəmiyyəti yeni bir fırıldağı əl atıb. Belə deyək də, yeni bir düzənbazlığa əl atıb. Buradan müraciətimiz Cənab Prezidentə və aidiyyəti qurumlaradır. Deməli, mövzu nədir? Bir ay ərzində həftədə 4 dəfə karton manatlıq pul vurulur işığın kartına. Hər dəfəsində 10 manat vurulanda 3 manat kartdan pul çıxalır. Bu büdcədən ayrılan milyonlar, Azərenerji Asıq Səhmlər Cəmiyyətinə ayrılan illik büdcədən milyonları basıb yeyirlər. Yeyilən pulları təzədən bərpa etmək üçün belə bir variant var. Millətin cebini soyulur. Qurumlardan araşdırılsın, görülsün ki, bu kartdan uğurlanan pullar hara gedir. Bundan qabaq 6 manatda pul işləmişdim. 1 manat 48 gibi çıxdılar. İndi də dünən də 4 manat pul qazanmışdım. Ondan da gətirirəm üçləyirəm. 4 manat baxmışdım. İndi də üçləyirəm. Baxın. Bura baxın, bura baxın. Bax 1 manat 60 qəpik pul qaldı. Düzdür. İndi bax bunu da atıram bura. Kartı baxın. Bax kartına baxın. Bax baxın. Bax baxın. Olmalıdır 5 manat 60 qəpik. İndi baxın. Bax bu da 4 manat. Deməli oldu mənim bax kartımda 4 manat 22 qəpik. Deməli 1 manat 30 qəpik də indi Bir çıxdı. sıra bax belə bir problemlər yaşandığını vətəndaşlar bildirir. Əsasən də bəzi iddialar o yöndədir ki, küçə işıqlanmasında vətəndaşların cibindən çıxırlar, güya 80 qəpik ona görə çıxırlar və bir sıra bu cür problemlər mövcuddur və artıq insanlar bununla bağlı sosial şəbəkələrdə isə məlumatlar paylaşır. Çox təəssüf ki, bununla bağlı çox ciddi tədbir görülmür. Eyni zamanda da milyon və terminal ödənişlərində oradan işıq yüklədikdə isə 0.38 mi və yaxud da ki 1 manat fərqli qiymətlər gəlir, abonent borcu yarandığını qeyd edirlər. Lakin bu borcun necə yarandığını insanlar bilmir və çaşqınlıq yaranıb. Mən buradan yuxarı instansiyalara müraciət edirəm ki, bu məsələni ciddi şəkildə araşdırsınlar. Küçə işıqlanmasının vəsaitini əgər vətəndaş ödəyirsə, nəyə görə ölkədə vergi sistemi yaradılır və vergi tutulur? Bu nə deməkdir? Yəni insanlar nə vaxta qədər belə çətinliklərlə üzləşəcəklər? Bu məsələyə konkret aydınlıq gətirilsin. İnsanlar zaten çətinlik içində dolanırlar. 5 manat pul qazanırlar. Onun da 3 manatını bax bu cür yerlərə verirlər. Nə deməkdir bu? Bu nə məsələdir? Mən buradan xahiş edirəm yuxarı instansiyalardan bu millətin vəziyyətini nəzərə alın. Hər bir şeyi qaldırırlar. Məsələlər araşdırılsın. Bu məsələlərə diqqət yetirilsin. Bu cür belə deyək də insanların cibinə girmək yol verilməzdir. Mən özümü deyirəm şəxsən. Heç bir abonent borcu gəlmirdi. Limiti keçmirəm, orada yazılır abonent borcu nə bilim filan qədər. Niyə görə? Limiti keçməmişəm qardaş. Bu pul hardan yarandı? Hara gedir? Niyə görə biz bundan bağlı məlumatsızıq?